Biz Azərbaycan Kiber Təhlükəsizliyi Mərkəzi olaraq ölkədə 2023-2027-ci illəri əhatə edən informasiya təhlükəsizliyi və eləcə də kiber təhlükəsizliyi strategiyasına dair bəndləri icra etməkdəyik. Bu bəndlərdə yer alan əsas məsələlərdən biri də ölkədə müəssisələrin rəhbər şəxslərinə aid kiber dayanıqlıq təlimlərinin keçirilməsi və həmin rəhbərlərin hansı formada kiber risklərin idarə edilməsi üçün düzgün istiqamətlərin verilməsindən ibarətdir. Bu kimi tədbirlərimiz artıq silsiləli şəkildə davam etməkdədir ki, bugün də həmin tədbirlərdən birini keçirmiş olmaqdayıq. Bu kimi tədbirlərdə biz rəhbər şəxslərə onların öz müəssisələrində hansı kiber risklərlə, kiber təhlükələrlə qarşılaşmağını və həmin risklərə qarşı hansı dayanıqlıq kontrollarının belə deyək, təşkil etmələrini aşılayır. Bu təlimin əsas məqsədlərindən biri də düzgün və effektiv şəkildə maariflənmiş və düzgün mövqe seçmiş rəhbərlərin öz müəssisələrində düzgün kiber dayanıqlıq modelini qurulmasından ibarətdir. Now, the leading international instructors here have each taken on individual topics to discuss with the Azerbaijani government agencies, which will, from here, be able to unify, come together with common knowledge and a greater understanding of where we can go all together as one. Now, the key thing about this is that we've made this interactive, we've made this tabletop exercise, we've made it incredibly participant-focused, which means that we're not just learning the theory, but we've actually taken it upon ourselves to get involved with real-life practice scenarios. Ölkədə baş verən rəqəmsallaşma layihələrin, həyata keçirilən digitalizasiya ilə bağlı tədbirlər, üst rəhbərlər üçün nəzərdə tutulmuş bu növ tədbirlərin davamlı şəkildə həyata keçirilməsi təqdirə layiqdir və davamlı şəkildə aparılması daha məqsədə uyğun hesab olunur. Əsas mövzular kiber təhlükəsizliyin bugünkü real müəssisələrdə və istehsalat sahələrində aktual olan məsələləri üzrə mövzuları əhatə edirdi. Seminarın təşkili əsasən də böyük effektivliyi onda oldu ki, interaktiv şəkildə keçirildi, sual-cavablar oldu, hətta müəyyən mövzuları, kiber təhlükəsizliyi üzrə mövzuların interaktiv simulyasiyası aparıldı və hesab edirəm ki, bugünkü təlimin istehsalat sahəsində rəhbərlər üçün böyük bir faydası olacaq. Kiber təhlükəsizlik sahəsində keçirilən bu tədbir çox yüksək qiymətləndirilir biz tərəfdən, iştirakçılar tərəfdən. Bu tədbirdə biz beynəlxalq təcrübəni öyrənmişik, kiber təhlükəsizlikdə baş verən yeni hadisələri, sahələri öyrənmişik. Bu müstəvidə ekspertlər öz biliklərini paylaşdılar, maraqlı təqdimatlar edədilər. Biz də qurumlar olaraq gələcək layihələrimizdə kiber təhlükəsizliyi üzərində qarşıda duran planlarımızda həmin bu əldə edilmiş təcrübəni məmnuniyyətlə və faydalı istifadə etməyi planlaşdırırıq.